Bunun qiyməti elə 45 manat idi. Gördüyünüz bax bu maşın üçün su qaynadandır. Qalxıb 94-ə və göstərir ki 45. Deyilən satıcılardan biri budur, qiyməti düşüb. Bunun qiyməti də həqiqətən 8.49 idi və düşüb 3.65-ə. Bildiyiniz kimi hər il noyabr ayının 11-də AliExpress-də endirimlər başlayır və bir neçə gündə davam edir. Mən keçən il də bu endirimlərdən istifadə eləmişdim. Bir neçə məhsul sifariş vermişdim. Bunun qutu açılışı da kanalımızda var, kiçik məhsullar idi. Bu il də istəyirəm ki, bir neçə məhsul alım. Ancaq alışa keçməmişdən öncə bu barədə ətraflı məlumat vermək istəyirəm sizə. Belə bir fikir var ki, alıcılar tərəfindən AliExpress-də və ümumiyyətcə alıcıların əksəriyyəti tək AliExpress-də yox, ümumiyyətcə bütün endirim olan günlər, endirim olan həftələri belə fikirləşirlər ki, əvvəldən həmin məhsulun qiyməti qaldırılır müəyyən bir səviyyəyə. Ondan sonra endirim olan gün yenidən endirim varmış kimi təqdim olunur. Bunu bütün AliExpress-dəki və yaxud digər satıcılara, digər mağazalara hər birinə təbii ki, aid eləmək düzgün deyil. Yəqin ki, belə satıcılar da var. İndi biz bir yerdə bunu əyani şəkildə baxacağıq. Görək həqiqətən elədir yoxsa yox. Yaxşı olardı ki, mən bir neçə gün öncə səbətimdə olan məhsulları çəkərdim. Ancaq belə qiymətləri yadımdadır və uzun müddətdir mənim səbətimdə olan, amma almadığım məhsulların hal-hazırda endirimə düşüb-düşmədiyini biz burada görəcəyik və orada hansı məhsul artırılıb, sonra yenidən endirilib və yaxud da həqiqətən bir qiyməti endirilib, ona bir yerdə baxaq və sonda da mən seçdiyim məhsulları alım. Deməli, AliExpress-ə gəlin daxil olaq. Artıq işarəsi də dəyişib, 11.11 budur. Bugünkü tarixdən başlayır və burada qeyd olunub ki, daha 8 gündə bu davam eləyəcək. Aşağıda Saritgetdə sale yazısı gördüyünüz bütün məhsullar bu kampaniya çərçivəsində endirimə düşmüş hesab olunur. Burada baxdıqda əksəriyyəti kiçik məhsullardır. Düzdür, telefonlara da yazıb baxın, burada 50%-ə qədər də telefonları göstərir. Yer gəlmişkən telefon sifariş eləmək qaydası da kanalımızda var. Ümumiyyətlə kanalımızda AliExpress ilə bağlı digər əməliyyat sistemləri, telefonlar haqqında faydalı məlumatlar, proqramlar haqqında videolarımız çoxdur. Ona görə də kanalımıza mütləq abunə olub bildirişləri də açın ki, videomuz yüklənən kimi sizə bildiriş gəlsin. Burada baxırıq, əksəriyyəti dediyim kimi kiçik əşyalardır. Ancaq yuxarıdan bu qaydada gördüyünüz bu bölməyə daxil olaq, bu animasiyalı bölməyə daxil olaq. Baxın, burada kateqoriyalar olacaq. Budur. Ən çox satılanlar 90%-ə qədər ev, bağ işlərində, yəni lazım olan alətlərdir yəqin ki bu və yaxud aksesuarlar, elektronika və digər bu qaydada hansı kateqoriyada məhsulla maraqlanırsınızsa, məsələn IT-yə baxaq. Hansı kateqoriyalı məhsulla maraqlanırsınızsa, həmin kateqoriyanı seçirsiniz və burada endirimləri, hansı məhsulların endirimə düşdüyünü görə bilirsiniz. Budur, bu məhsullar endirimdədir. İndi isə gəlin mən sizə səbətimi göstərim. Baxın, mənim səbətimdə olan gördüyünüz bu iki məhsul, daha doğrusu 3 məhsul, bu da bir kiçik bir aksesuarla alınmaq barədə dəqiq bir fikrim yoxdur. Ancaq bu 2 dənəni almağı fikirləşirəm. Bu 3 dənəni biraz videoya başlamamışdan biraz öncə ümumi analiz edərkən, axtarış edərkən atmışam. Bunlar haqqında da məlumat verəcəm. Ancaq bu üçüncüdən sonra gördüyünüz bu kaset aksesuarından sonra olan məhsullar uzun müddət ki, mənim səbətimdədir. Bunları bu şəkildə səbətdə saxlayıram. Bəzən baxıram ki, artıq alındı və boz rəngdə oldu, yəni aktiv deyil, o məhsul bitdi. Həmin vaxt silirəm. Ancaq nə qədər ki, səbətdədir, baxıram, bəzən qiyməti
düşəndə alıram. Tək noyabrın 11-də olmur endirim. Bəzən mağaza, satıcı özü hər hansı kiçik bir kampaniya eləyir, qiyməti endirir və biz burada bunu görürük. Həmin vaxt alıram və yaxud vaciblik dərəcəsinə uyğun olaraq alıram. Əksəriyyəti kiçik aksesuarlardır. Eləsi var ki, vacib lazım olur, qiymətinə baxmadan belə alıram. Almadıqlarım bu günə qədər bilmirəm nə vaxt atmışam səbətə, uzun müddətdir qalıb. Baxın, bu bildiyimiz bir kiçik konverterdir. Bunun qiymətində dəyişiklik olmayıb. Bu kiçik aksesuarın qiyməti yadımda deyil. Bunun göstərici olub. Yadımda olanları sizə deyəcəm. Baxın, bu gördüyünüz çox faydalı bir çeviricidir. Bunun haqqında kanalımızda yaxın vaxtda bir videoda olacaq. Bildiyimiz Type-C adapterləri telefonlarda istifadə etdiyimizi gördüyünüz bu notebook adapterlarına çevirən bir çeviricidir. Bunun qiyməti 14.13 manat idi, düzdür. Həqiqətən də elə idi. Mən uzun müddətdir mənim səbətimdədir və bu qiymət bu qaydada göstərirdi və baxın indi düşüb 7.77-yə. Göndərilmə də 5 manat 93 qəpikdir. Mən bunu almaq istəyirdim, almışam da, təkli almışam. Həmin vaxt mən bunu səbətə atmışdım ki, mənə lazım olan Dell notebook üçün idi və bunlar da olsa yaxşı olar. Gələcəkdə lazım olanda bir də sifariş verib 15-20 gün gözləməkdənsə hamısını alaram. Ancaq sonra daha ucuz qiymətə tapdım və düşündüm ki, lazım olanda alaram. Saxladım səbətdə. Baxın, qiyməti həqiqətən də düşüb. Daha sonra bu da bir kiçik aksesuar. Bunun qiyməti düşməyib, almağı fikirləşirdim. Elə 41.55 idi. Bildiyimiz köhnə retro mahnı kasetlərini oxudan bir player. Qiymət düşməyib. Bu da həmin cihazın başqa forması. Bu da bir çevirici və gəlirik baxın, bunun qiyməti düşüb, ancaq 633-dən yox. Bunun qiyməti 300, tam xatırlamıram, 300 neçəsə manat idi və indi düşüb 265.96-ya. Amma 633-dən düşməyib. Amma yenə də düşmüş hesabdır. Düzü almağı, yəni video xatirinə fikirləşirdim və bir neçə yoldaş da maraqlanır deyə səbətə atmışdım. DDPi Z60 Pro'dur. Çox funksional və yeni nəsil bir video qeydiyyatçıdır. 128 GB üzərində kart hədiyyə verirlər. Qabaq, arxa kamera 300 neçəsə manat idi. Çatdırma qiyməti dəyişməyib, həmin qiymət idi və düşüb 265, amma 633-dən yox. Gəlirik aşağıda, bunun da qiyməti dəyişməyib, bunun qiyməti dəyişib. Yəni 768 idi, həqiqətən də düşüb. Baxın, cüzi də olsa endirim eləyib bu satıcı. Bu telefonların qiyməti düşməyib, Nokia markalı telefonlar idi, retro. Heç birisi düşməyib. Gəlirik və bu da qiyməti düşüb. Bunun qiyməti də həqiqətən 849 idi və düşüb 3.65-ə. Göndərilməsi də pulsuz idi. Bu da 4-ü birində. Baxın, ekranda gördüyünüz USB-A-dan Lightning-ə, Type-C-yə çevirmə üçün olan belə bir neçə başlıqlı kabeldir. Qiyməti düşüb. Bunun qiyməti də düşüb 184 manat idi və düşüb 129-a. Və bir şey də qeyd edeyim ki, bu məhsulları siz axtardıqda bir neçə nəticə çıxır. Ən ucuz, ən uyğun olanı ən yuxarıda çıxır. Yəni bizim üçün, bizim ölkəyə çatdırma qiymətinə uyğun olaraq ən yaxşı təklif birinci çıxır. Ondan sonra digər satıcılar da eyni məhsuldan satmış ola bilərlər. Bu mənim səbətimdə olan sadəcə bu satıcının qiymətidir. Ola bilər ki, biz bu məhsulun adı ilə axtarsaq, bundan baha və yaxud bəlkə də bundan biraz da ucuz tapa bilərik. Mən sadəcə izah eləmək istəyirəm ki, yəni bütün məhsullar öncədən qiyməti qalxmış kimi göstərib, sonra həmin gün endirmirlər. Biraz əvvəl dediyim də tam o kateqoriyaya aid eləmək olmaz onu. Çünki yəni satıcı endirim eləyib. Sadəcə biraz fərqli məbləğ göstərib ki, cəlb olunsun ki, yəni 633-dən mən bunu salmışam 265-ə, amma elə deyildi. 300 neçəsə manat idi bu. Dəqiq yadımdadır ki, 305 idi ya 10 idi, belə bir məbləğ idi. 300 oldu dəqiq yadımdadır və bunu salıb 265. Amma 600-dən yox. Eləcə də digərləri. Fərqli satıcılarda fərqli qiymət ola bilər. Sadəcə mənim səbətimdə olanlar bunlardır. Bunun qiyməti əksinə qalxıb. Gördüyünüz bu Adata flash kartın 64 GB-lığını yəni səbətə atmışdım. 8 manat neçəsə qəpik idi. Bu qalxıb. Yəni ola bilər ki, o qiymətə satırdı, ancaq indi yuxarı qaldırıb qiyməti bu qiymətə satır. Bunun həmin bu 11.11-dən bir əlaqəsi yoxdur, amma bu qalxıb qiyməti. Endirmiş olsaydı da endirərdi.
17.90-a qaldırıb. Bunu buradan silim. Daha ucuza ala bilərdim, almamışamsa, indən sonra da almayacağım. Burada bu telefonun qiyməti dəyişməyib. Bunun qiyməti elə 45 manat idi. Gördüyünüz bax bu maşın üçün Suqaynadandır. Bunun qiyməti yenə 45 manat idi. Baxın, həmin dediyimiz qaydalarda qalxıb 94-ə və göstərir ki 45. Deyilən satıcılardan biri budur. Burada bunun qiyməti elə 45 manat idi. Mən bunu səbət atanda yadımdadır və tez-tez də girib baxırdım, görüm endirimə düşübmü, düşməyibmi. Ona görə məhsulların qiyməti yadımdadır. 94 manat deyildi. Bunun qiyməti elə 45 manat idi və 94 yazıb qarşısına 45 düşmüş kimi göstərib. Elə öz qiymətinədir. Bir neçəsi üzərindən sizə izah elədim. Həqiqətən də və bir yerdə baxdıq ki, deyilənlərin neçə dənə oldu? 1 ya 2 dənə oldu ki, həqiqətən qiymət düşməyib, ancaq düşmüş kimi göstəriblər. Qalanların əksəriyyətində qiymət həqiqətən düşüb. Hələ 8 gündə davam edəcək. Axtardığınız məhsullara ətraflı baxın. Onu da qeyd edim ki, Azonda da 11.11 artıq keçirilir. Ancaq baxdım, orada tam bir həm səbətimdə o qədər məhsul yox idi bu şəkildə izahlı bir video çəkəm, həm də ki, oradan alacaq bir məhsul yox idi. Tam bir endirim hiss eləmədim orada. Əgər siz varsa sizin səbətinizdə hər hansı bir endirimi real şəkildə görmüsünüzsə bu şəkildə şərhlər bölməsində yaza da bilərsiniz, linki paylaşa da bilərsiniz ki, digər şəxslər də bundan faydalansın. Daha sonra gəlin sizə Qlobal AliExpress-i də göstərim. Qlobal AliExpress-in yüklənmə və istifadə qaydası kanalımızda mövcuddur. Faydalana bilərsiniz. Bildiyiniz kimi Qlobal AliExpress Azərbaycana birbaşa satış eləmir, ancaq kargo şirkətləri ilə gətirmək mümkündür və buradan qeydiyyat da biraz çətindir. Ancaq kanalımızda çox rahat qaydada necə qeydiyyatdan keçə bilərsiniz, onun izahını vermişik. Girib baxıb faydalana bilərsiniz. Qlobal AliExpress-dəki 11.11 endirimlərinə baxaq. Burada daxil olduq. Burada da əlavə bir bölmə açılıb. Baxın. Burada səbətimdə bəzi məhsullar var, amma desəm ki, bunların qiyməti də yadımdadır, yox. Çünki bu yeni istifadə eləməyə başlamışam. Bunun qiyməti yadımdadır. Videoda da qeyd eləmişdim. 102 dəyişməyib. Həmin video registratorda biraz əvvəl göstərdiyim. Və burada baxırıq, əksəriyyəti 1.99 dollar, 2 dollara düşmüş məhsullardır. Burada 40 dollara bir dron var. 2 dollara burada maşın tostları budur. Biraz əvvəl baxmışdım. 25-26 manat civarında satılır bizdə. Təbii ki, keyfiyyəti ilə də maraqlanmaq lazımdır. 2 dollar çatdırılma pulsuz, yəni Amerika ünvanımıza siz karqonu nəzərə alın ki, karqonu biz gətirəndə ona ödəniş eləyəsiniz. Bu barədə ətraflı dediyim kimi Qlobal AliExpress-dən Azərbaycana necə sifariş olunur adlı videomuzda var. Baxa bilərsiniz. Hər iki versiyada AliExpress, Qlobal və bizim versiyada və Azonda 11.11 endirimləri davam eləyir. Girib faydalana bilərsiniz. İndi isə keçək hansı məhsulları alasıydıq. Burada 3 məhsul seçmişəm. Bu hələlik qalsın. Bu 2 məhsulu almaq istəyirəm. Bu Ulanzi firmasının tripodudur. Həqiqətən biraz əvvəl yadımdan çıxdı qeyd eləmək. Bunun da qiyməti düşüb. Çünki mən bunu uzun müddətdə almaq istəyirdim. Düzü səbət atmamışdım. Elə 30 manat, 40 manat civarında bunun qiyməti var idi. Fərqli modellər var. Baxın, burada uzanan hissəsi 12 sm-dir. Bunun ölçüsünə görə qiyməti dəyişir və sağda gördüyünüz kimi 2 əlavə hissəsi var bunun. Və sağda gördüyünüz kimi bir əlavə hissə var burada. Telefon aşağıda gördüyünüz telefonu birləşdirmək üçün şəkildə də qeyd olunub və bu hissə olmadan da şəkillərinə baxaq. Kameranı da buna birləşdirmək olur. Baxın, bu hissədə bu qaydada video kamera bağlanır. Aşağı hissədə isə o biri parçanı əlavə etsək telefon. Yəni həm telefon qısaca desək, həm də kamera üçün bir tripoddur. Ulanzi firmasından araşdırmışam və keyfiyyətli bir tripoddur. Almaq istəyirdim. 16 manata deyildi bu. Həqiqətən bunda endirim olub. 3 manat 50 qəpiyə çatdırırlar. Baxaq, burada əlavə bir parçası var. Burada işıq var. İşıqla bir yerdə alsaq 32 manatdır. Fərq çox elədi.
Bunu alacağım. Düz atmışam səbətə də və gördüyünüz belə bir kiçik, bunu hədiyyə olaraq almaq olar. 8 GB-lıq bir flash kartda kiçik həcmli fayllar üçün. Bu ikisini alacağım, qiyməti cəmsi 24 manat 22 qəpik eləyir. Səbəti təsdiqləyirəm. Və ödəniş etdik. Kiçik alış-veriş də olsa etdik. Əvvəllər 30-35 manat civarında olan tripodu çatdırma ilə bir yerdə 19 manata almış olduq. Bu bir sizə kiçik bir yaddaş kartı idi. Bu qədər. Növbəti videolarda görüşərik. Kanala abunə olub bildirişləri açmağı unutmayın.